Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin bir nömrəli izləyiciləri. Hər kəsə xoş və mənalı bir gün arzu edirəm. Bugün aprel ayının 23-üdür. Öncədən də qeyd etdiyimiz kimi 3-cü 10 günlüyün necə keçməsi barəsində məlumat vermişdik. Hələ ki dediklərimizə uyğun keçir proseslər. 3-cü 10 günlük haqqında bir daha təkrarən sizə məlumatı nəzərinizə çatdırım. 3-cü 10 günlük gündüzlər əsasən isti hava şəraiti olacaq gözlənilir. Ümumi temperatur bir qədər yüksək olacaq. Axşam və gecə saatlarında və səhər saatlarında isə respublikanın bəzi bölgələrinə, xüsusilə qərb bölgələri, şimal-qərb bölgələrinə daha çox yağıntıların olması ehtimal olunur. Bəzi yerlərdə şimşək çaxacağı və qısa müddətli leysanların olması ehtimal olunur. Yenə də ayın 23-ü səhər saatlarında, bugün səhər saatlarında bir sıra dağlıq bölgələrdə və həmçinin qərb bölgələrdə yağıntılar olması ehtimal olunur və 23-dən 24-də keçən gecə və səhər saatlarında günün ikinci yarısı kimi olan müddətdə yenə də eyni prosesin baş verməsi gözlənilir. Ümumilikdə isə bu gündən qalacaq günlərdə, yerdə qalan günlərdə isə ayın 25-dən sonra ay sonlarına yaxın hava şəraitinin dəyişilməsi Bakı Abşeron yarımadasına da həmçinin güclü küləklərin olması və günün bəzi saatlarında yağıntıların olması, həmçinin 23-ü bugün bəzi yerlərdə Bakı Abşeron yarımadası yağıntı olması və 23-dən 24-də keçən gecə və səhər saatlarında bəzi yerlərdə yağıntının üzr istəyirəm olması ehtimal olunur. 3-cü 10 günlükdə dediyim kimi temperaturlar dəhşətli dərəcədə aşağı düşməyəcək, temperaturlar bir qədər yüksək olacaq, gündüzlər yay, axşamlar isə payız və qış abı havasına keçə bilərik. Bizi izləmədə qalan ətraflı məlumatlar olduqca sizinlə bölüşəcəyik.